üzərində sağlam ruh olur deyirlər. Bədənin sağlam olması üçünsə qidalanma əsas şərtlərdəndir. Orqanizmin düzgün formalaşması üçünsə uşaq vaxtından qidalanma əsas amillərdən hesab olunur. Nəzərə alsaq ki, uşaqlar da günün çox hissəsini məktəbdə keçirdir. O zaman onların qidalanmasına xüsusi yanaşılmalı, aralarında maarifləndirmə işləri aparılmalıdır. Çünki qidalanma ilə bağlı edilən ən kiçik nizamsızlıq uşaqlarda diqqət, qavrama problemlərinin yaranmasına səbəb ola bilər. Ona görə də səhər yeməyi daxil olmaqla fast fooddan uzaq, gündə 3 dəfə zərərsiz qidalanma mütləqdir. Bu, həm də dərslərdə uğur qazanmaq üçün çox əhəmiyyətlidir. Bəs şagirdlər məktəbdə, daha doğrusu tənəffüslərdə nə ilə qidalanırlar? Arada alıram, amma anam qoymayanda da Nə alırsan? büfetdən çox ziyanlı şeylər almıram, çubuq alıram. Evdən gətirməyə daha yaxşıdır. Evdən anam qoyur yemək büfetə, çünki büfetə həm də bahadır, həm də özəl dadlı yemək deyil də. Büfetdən piçenya alıram, sok alıram. Dadı pis deyil, xoşuma gəlir. Mütəxəssislər deyirlər ki, zehin açıqlığı üçün şagirdlər mütləq pendir, zeytun, yumurta, mövsümi meyvələrlə yanaşı omega-3 yağı ilə zəngin qoz, doşab, fındıq, az miqdarda bal istehlak etməlidirlər. Məsələ ilə bağlı paytaxtın ümumi təhsil müəssisələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi həyata keçirilir. Layihə çərçivəsində şagirdlər arasında maarifləndirmə işləri aparılır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi davam etdirilir və bu məqsədlə biz bugün Nərimanov ərazisində yerləşən 291 sayılı məktəbdə olduq və təxminən 150 uşaq arasında 5-6-cı sinifləri təhsil alan uşaqlar arasında qazlı şəkərli içkilərin zərərləri, xüsusilə də uşaq sağlamlığına zərərləri haqqında məlumat verdik, təqdimatlar etdik, bukletlər payladıq və bu layihəni müxtəlif mövzularda digər məktəblərdə də davam etdirəcəyik. Həmçinin məktəblilərə qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilir. Bugün burada şirəli qazlı içkilərin sağlığa və sağlıqsız olduğunu öyrəndik. Nə qədər içində şəkər olduğunu öyrəndik. Şəkərli içkilər içdiyimizdə susuzluğumuz və yaxud da ürəyimizin yanması falan heç bir şey keçmir. Amma adi su içdikdə ondan da artıq olur və daha çox da susuz qalmırıq. Mən ən çox adi su içməyi sevirəm. Çünki qazlı sular zərər vericidir və dişlərimiz də çürüdə bilərlər. Onu da deyək ki, Sağlam Məktəbli layihəsi 2018-ci ildən start götürüb. Layihə çərçivəsində hər il ümumi təhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Belə görüşlərin davamlı olaraq təşkil edilməsi nəzərdə tutulub. Aydan Əliyeva, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.